Qəhvəyi avtomobil. Müxbir Dadaşovun evi yarılan zaman Həliməgilin evi qarşısında durmuş açıq qəhvəyi rəngli Pabedanın axtarışında kiçik leytenant Rızayevə kömək etmək üçün polkovnik İsayevin tapşırığı ilə mayor Rövşən Qarayev baş avtomobil müfəttişliyi rəisinin yanına gəlmişdi. Kiçik leytenant Rızayev də burada idi. Mayor Qarayev hadisəni olduğu kimi müfəttişliyin rəisi podpolkovnik Nüsrətzadəyə danışdı. Qabaq sağ təkəri 8-lik vuran və sol arxa təkərinə təzə şinq edilmiş Pabedanı tapmağın böyük əhəmiyyəti olduğunu bildirdi. Mayor Qarayevi diqqətlə dinləyən rəis dedi. Əməliyyat işçilərinə kömək etmək bizim borcumuzdur. Mütləq tədbir görərək avtomobili axtarıb taparıq. Nə kimi tədbirlər görə bilərsiniz, deyə Rövşən Qarayev soruşdu. Yoldaş mayor, tədbir haqqında düşünməzdən əvvəl sizdən bir şey soruşmaq istəyirəm, deyə rəis Qarayevə müraciət etdi. Buyurun, soruşun. Siz avtomobilin açıq qəhvəyi rəngli olduğunu əminsinizmi? Qəhvəyi rəngli olduğunu dürüst bilirəm, lakin açıq qəhvəyi rəngli olmasına qəti əmin deyiləm. Mən də belə düşünürəm, yoldaş mayor. Qəhvəyi rəngli avtomobil günəş şüası altında açıq rəngli, kölgədə isə tünd görünə bilər. Buna görə də biz təkcə açıq qəhvəyi rəngli avtomobillər deyil, bütün qəhvəyi rəngli avtomobilləri yoxlamalıyıq. Bəli, elədir. Yoldaş Qarayev, müfəttişlikdə bütün avtomobillərin siyahısı var. Bu siyahadan Bakıda neçə dənə qəhvəyi rəngli Pabedanın olduğunu öyrənmək olar. Bu çox vaxt aparmaz. Siyahıları nəzərdən keçirməyə çox vaxt istəməz. Bu işi 2-3 saata görmək olar. Bütün bu Pabedaları axtarmaq isə çətindir. Sizcə Bakıda qəhvəyi rəngli neçə Pabeda olar? Azı 1000 dənə. Bu avtomobilləri neçə günə yoxlamaq olar? Belə düşünürəm ki, 10 gün kifayət edər. Siz nə danışırsınız, yoldaş polkovnik, deyə mayor Qarayev heyrətlə soruşdu. Bəli, yoldaş mayor, 10 gün. Yaddan çıxarmayın ki, bu avtomobillərdən bir çox respublikanın ayrı-ayrı şəhər və rayonlarına ezamiyyətə gedə bilər. Həmin avtomobillərin Bakıya qayıtmasını gözləmək lazımdır. Yoldaş rəis, bu bizə əl verməz. 10 gün ərzində cinayətkar qaçıb gizlənə bilər. Əsəbləşməyin, yoldaş Qarayev, rəis sakit səslə cavab verdi. İşi biraz sürətləndirmək olar. Məsələn, necə? Müfəttişliyin işçilərindən bir dəstə ayırarıq. Bu dəstəni ayrı-ayrı qruplara bölərik. Xüsusi bir qrupa şəxsi AU, İU və AZV nişanlı avtomobillərini yoxlamağı tapşırarıq. İkinci qrup ayrı-ayrı qarajları gəzər. Üçüncü qrup həmin gün Qaradağlı küçəsindən keçmiş olan qəhvəyi rəngli avtomobillərin yol vərəqələrini nəzərdən keçirər. Respublikanın rayonlarına getmiş avtomobilləri yoxlamaq üçün dördüncü bir qrup ayırmaq olmaz. Razıyam, yoldaş Qarayev. İşin tez başa çatması üçün daha 2 nəfəri təhkim edərik. Mənim də bir xahişim var, yoldaş mayor, deyə kiçik leytenant Rızayev Qarayevə müraciət etdi. Çox xahiş edirəm. Mümkünsə yoldaş rəis işi sürətləndirmək üçün daha 2 qrup ayrılsın. Bu qruplar sənin nəyinə lazımdır, deyə Qarayev soruşdu. Yoldaş mayor, Bakıda 2 böyük sənaye təşkilatı var. Bunların yoxlanmasına mütləq xüsusi qruplar ayırmaq lazımdır. Siz hansı təşkilatlar haqqında danışırsınız, yoldaş kiçik leytenant? Neft Sənaye Nazirliyi və Xalq Təsərrüfatı Şurası. Yox, qardaş, mən bu işə qol qoya bilmərəm, deyə podpolkovnik Nüstərzadə etiraz etdi. Siz idarəmizi tamamilə işçisiz qoymaq istəyirsiniz. Onsuz da adamımız çatışmır, boğaza qədər işimiz var. Adi bir oğurluğun açılması üçün bu qədər adam ayırsaq, bəs başqa mühüm işlərlə kim məşğul olacaq? Qarşıda hərəkətin təhlükəsizliyi həftəsi kimi mühüm tədbir durur. Əməkdaşlara məsləhət vermək, həftədə iştirak edəcək ictimai müfəttişlərin qısa müddətli toplanışlarını keçirmək lazımdır. Mən isə kiçik leytenant Rızayevin təklifini bəyənirəm, deyə mayor Qarayev xahişedici tərzdə rəisə baxdı. Düz deyirsiz, yoldaş Qarayev, təqdirə layiq təklifdir. Ancaq üz vurmayın, adamım yoxdur. Əgər tələsirsinizsə 2 qrupda öz işçilərinizdən ayırın. İnad etməyin, yoldaş Nüsrətzadə. Gözlərinizdən görürəm ki, siz bu iş üçündə adam ayıracaqsınız. Bir qrup var, ikincisini isə siz verin. O hansı qrupdur? Kiçik leytenant Rızayevin canı sağ olsun. Budur, dağ kimi oturub qabağımızda. Qoy siz deyən olsun, razıyam. Bir qrupda ictimai müfəttişlərdən ayırarıq. Rızayevdə köməkçi verərik. Mən bilirdim ki, razı olacaqsınız, yoldaş rəis. Mən sizə minnətdaram. Dəyməz. Xahiş edirəm, işin gedişi haqqında tez-tez mənə məlumat verərsiniz. Oldu, bunu da edərəm. Mayor Qarayev gedəndən sonra podpolkovnik Nüsrətzadə qızğın fəaliyyətə başladı. Ən yaxşı müfəttişləri xüsusi qruplara böldü. Onlara ayrı-ayrı idarə və qarajlara təhkim etdi. Karteri azacıq yağ buraxan, sağ qabaq təkəri 8-lik vuran və sol arxa təkərini təzə şinq edilmiş qəhvəyi rəngli avtomobili tutub saxlamaq haqqında bütün yol gözətçilərinə göstəriş verildi.
Müfəttişliyin rəisi bununla kifayətlənmədi. Respublikanın şəhər və rayonlarındakı avtomobilləri yoxlamaq üçün də tədbir gördü. Başqa qrupların üzvləri kimi Azərbaycan SSR Neft Sənayesi Nazirliyinin avtomobil qarajına təhkim edilən kiçik leytenant Rzayev də yemək içmək və yuxu nə olduğunu yaddan çıxardı. Nazirliyin öz qarajının yoxlanması bir o qədər vaxt aparmadı. Lakin Neft Sənayesi Nazirliyinə tabe olan saysız hesabsız tres müəssisə, birlik və neft çıxarma idarələrinin maşınları ilə tanışlıq işi uzatdı. Axtarışın 3-cü günü yoxsuzluqdan gözləri qızarmış Rzayev şəhərin kənarındakı neft mədən idarələrindən birinin avtomobil qarajına gəlib çıxdı. Bazanın müdürü Rzayevin gəlişinin səbəbini öyrənib, onunla birlikdə yeni şin almış bütün avtomobilləri, əsasən açıq qəhvəyi və tünd qəhvəyi olanları nəzərdən keçirdi. Bunların arasında arxa sol təkərinə yeni şin qeydilmiş maşın yox idi. Bəlkə sürücü maşının şinini dəyişib deyə düşünən kiçik leytenant qabaq təkər 8-lik vuran və karterə yağ buraxan qəhvəyi maşınları axtarmağa başladı. Yenə də Qaradağlı küçəsinə gəlmiş sürücü tapılmadı. Axtarışın nəticəsindən məyus olan Rzayev təəccüblə qaraj müdüründən soruşdu. Elə bu, qarajda daha başqa qəhvəyi maşın yoxdur? Niyə yoxdur? Var. Bazamıza daha 2 qəhvəyi rəngli avtomobil yeni şin alıb, onlardan biri səfərə çıxıb. Uzağa gedib? Xeyr, Artyom neftdə axşam qayıdacaq. Bəs ikincisi, o biri isə 9-cu mədənin müdirinə xidmət edir. İndi həmin maşın hardadır? Əgər mədən müdiri bir yana getməyibsə, maşın mədən idarəsinin qabağında olar. Xahiş edirəm, mədənə zəng vurun, bir şey bəhanə edib soruşun görək maşın oradadır. Qaraj müdiri telefonla mədənə zəng vurdu. Sürücü Razumovu istədi. O Razumovun səsini eşidən kimi telefon dəstəyini yerinə qoydu. Gedək ora, mən avtomobilə də baxmaq istəyirəm deyə kiçik leytenant qaraj müdirinə müraciət etdi. Mədən idarəsinin qarşısındakı kölgəlikdə bir avtomobil dayanmışdı. Bu, milis işçilərin axtardığı açıq qəhvə rəngli Pobeda idi. Avtomobilin sol arxa təkərinə yeni Yerevan şini qeydirilmişdi. Qabaq sağ təkəri bərk edilməmişdi. İdarənin yanında kölgəlikdə maşının sürücüsü əyləşmişdi. Bu, kök bir kişi idi. Qarajda hamı onu içki düşkünü kimi tanıyırdı. Sürücü Razumov arağa pul tapmaq üçün tez-tez xaltura ardınca gedir, bəzən iş zamanı belə 15-20 dəqiqəlik işdən qaçır, özünə sərnişin axtarırdı. Mədən müdürü Razumovun təmiz adam olmadığını yaxşı bilirdi. O, sərxoşluq üstündə bir neçə dəfə onu məzəmmət etmiş, özünü yaxşı aparmağı tapşırmışdı. Lakin son vaxtlar neft çıxarma planı yerinə yetirilmədiyi üçün gecə və gündüz quyularda müxtəlif geoloji texniki tədbirlər həyata keçirməklə məşğul olan müdir, idarədə intizam məsələsini yaddan çıxarmış, sürücü Razumovu tamamilə başlı başına buraxmışdı. Kiçik leytenant idarənin qarşısındakı açıq qəhvəyi rəngli avtomobilin kölgəlikdə oturan Razumovun şəkillərini çəkdi. Rzayev bununla kifayətlənmədi. Maşının arxa və qabaq təkərlərinin bir-bir əksini götürdü. Katerdən axıb yerə tökülmüş yağın şəklini də çəkdi. Kiçik leytenantın hərəkətlərini qorxa-qorxa nəzərdən keçirən sürücü öz-özündən soruşdu. Görəsən nə etmişəm? Bəlkə küçə hərəkəti qaydalarını pozmuşam, yaxud adam basmışam. Yəqin sərxoş olduğum üçün bu işdən xəbər tutmamışam. Razumov öz suallarına cavab tapmayıb nigaranlıqla Rzayevə müraciət etdi. Yoldaş kiçik leytenant, mənim təqsirim nədir? Təqsiriniz böyükdür, tənbəlsiz, avtomobilə yaxşı qulluq etmirsiniz, hərəkətin təhlükəsizliyi həftəsi yaxınlaşır. Siz isə maşınızı başlı başına buraxmısınız, karter yağ buraxır, sağ qabaq təkər 8-lik vurur, ayıb deyilmi? Heç bir qorxulu hadisə baş vermədiyini görən sürücü köksünü ötürdü. Rzayevə yaxınlaşaraq dedi. Təqsirkaram yoldaş kiçik leytenant, bundan sonra maşına yaxşı baxaram. Vallahi, son günlər işimiz çox olur, səhərdən axşama dək buruqların arxasına fırlanırıq, təmirə vaxt olmur. Təmirə vaxtınız olmur, bəs sərxoşluğa necə vaxt tapa bilirsiniz? Mən içən deyiləm, yoldaş kiçik leytenant. Yox, əşri, doğru deyirsiniz? Rzayev təəccüblə soruşdu. Bəs onun nə üçün ağzınızdan araq iyi gəlir? Dünən axşam toya getmişdim. Təzə bəyin sağlığını içməyə məcbur oldum. Adınız, soyadınız nədir? Grigori Razumov. Görürsünüz, yoldaş Razumov, sizin hər işiniz belədir, düz danışmırsınız. Dünəndən bugünə qədər araq iyi qalmaz. Bugün səhər başım bərk ağrıyırdı, ona görə tənəffüsə gedib 100 qram vurdum. Dünən kimin toyuna getmişdiniz? Qonşumuz Boris Şirinkinin. Kiçik leytenant sürücünün onu aldatmağa çalışdığını dərhal başa düşdü. Yenə də yalan danışırsınız, yoldaş Razumov. Dünən siz toyda olmamısınız. Hazırlaşın, şəhərə gedəcək. Sizinlə bir balaca söhbətimiz var. Sonra Rzayev qaraj müdirini bir tərəfə çəkib onunla söhbət etdi. Müdir də suallara aydın, dürüst cavab verdi. Ayaq üstü bir vərəqə kağıza nə isə yazaraq kiçik leytenantı uzatdı. Rzayev sürücü Razumovu maşına mindirib şəhərə sürməsini tapşırdı.
Bir saatdan sonra onlar milis idarəsinə gəldilər. Rzayev Razumovu növbətçi zabitə təhvil verib, daxili telefonla cinayət axtarış şöbəsinə zəng vurdu. Rəsulov tapşırıq dalınca getmişdi. Mayor Qarayev də idarədə yox idi. Rzayev idarə rəisinə zəng vurmağı qərara aldı. Telefonda polkovnik İsayevin yoğun səsi eşidildi. Bəli. Yoldaş polkovnik, salam. Kiçik leytenant Rzayev sizi narahat edir. Rzayev, səsindən hiss edirəm ki, sənsən. Deməli, xoş xəbərlə gəlmişsən. Buyur, mən səni dinləyirəm. Yoldaş polkovnik, əmrinizi yerinə yetirmişəm. Maşın tapıldı, avtomobili də, sürücünü də gətirmişəm. Afərin kiçik leytenant, sizi təbrik edirəm. Vətənə xidmət edirəm. Yaxşı, sürücünü müstəntiqə təhvil ver, qoy onu mənsiz dindirməsin. Özünü isə Rəsulovu gözlə. Baş üstə. Həlimənin qonağı. Həlimə xanım kapitan Rəsulovun xoşuna gəlmək üçün özünə xeyli əziyyət vermiş, bütün bəzək vasitələrindən bacarıqla istifadə etmişdi. O alnını aldırmış, qaşlarına sürmə çəkmişdir, dırnaqlarını manikürləmiş, dodaqlarını tünd qırmızı boya vurmuş, bütün bədənini krasnaya Moskva ətrini çimizdirmiş, üzünü, döşünü, boynunu və qollarını da çiyinlərinə qədər pudralamışdı. O, nazik Çin ipəyindən xələt geymiş, yenə tüklü qollarını və sinəsini açıq qoymuşdu. Klara da ondan geri qalmamışdı. Həlimənin tapşırığı ilə ən yaxşı paltarını geymiş, hətta qələmlə qırmızı yanağına ikinci xalda vurmuşdu. Rəsulov qapını açıb içəri girəndə, Həlimə ona yaxın bir adam köhnə dost kimi qarşıladı. Xoş gəlmişsiniz qadası, həmişə siz gələsiz. Sağ olun. Bəs nə üçün tək gəlmişsiniz, yoldaşınız hanı? İdarədən çıxanda onu saxladılar. Bu axşam o rəisin xüsusi bir tapşırığını yerinə yetirmək olacaq. Mən yazığım bəxti belədir, deyə Klara səsləndi. Yenə də tək qalıb darıxmalı olacam. Həlimə Rəsulovu rəfiqəsinə təqdim etdi. Tanış olun qadası, bu da evinə getdiyiniz Klaradır. Çox şadam, deyə Rəsulov Klaranın əlini sıxdı. Nə qədər də gözəl və məlahətlidir. Yəni siz indiyə qədər xalınız qızının gözəl olduğunu bilmirdiniz, deyə Klara şıltaqlıqla soruşdu. Xeyr, bilsəydim tez evlənməzdim, xalam qızını gözləyərdim. Yəni indi gecdir. Bəli, Klara xanım, gecdir, çox gecdir. İndi mənim 3 uşağım var. Onlara kim baxar? Nə çox dünyada boşanan adam. Siz də biri, uşaqlara aliment verərsiniz. Siz nə danışırsınız, Klara xanım? Uşaqları atmaq olar. Ər özünə təzə arvad, arvad isə kişi tapa bilər. Uşaqları üçün isə ikinci ata yaxud ana çətin tapılar. Heyf, deyə Klara məhsuluqla heyfslənib yerini dəyişdirdi və divanın üstündə əyləşdi. Əli Rəsulov Klaranın ürəyini əl almaq üçün söhbəti dəyişdirdi. Öz aramızdır, Klara xanım. Yaman danışqan qonşunuz var. Qırsaqqız kimi adamdan yapışıb əl çəkmir. Tövbə xalan deyirsiniz. Düzdür, laqqırtı vurmağı çox sevir. Məni yaman söhbətə tutmuşdu. Tərcüməyə halımı soruşurdu. Məndən əl çəksin deyə sizi xalam qız adlandırdım. Gərək məni bağışlayasınız. Xoşdur. Sizin kimi böyük bir rəisin xalası qızı olmaq xoşbəxtlikdir. Bayaqdan bəri Klara ilə Rəsulovun söhbətini diqqətlə dinləyən, qısqanclıqla gah rəfiqəsinə, gah da kapitana baxan Həlimə zarafatyana soruşdu. Belə çıxır ki, Klara məndən də gözəldir. Hər ikiniz gözəlsiniz. Tərəziyə qoysanız bərabər gələrsiniz, deyə Rəsulov da zarafata keçdi. Yaxşı dediniz. Ancaq mən başa düşürəm ki, siz inciməməyim üçün məni də gözəl adlandırırsınız. Nə deyirəm, əgər Klara daha çox xoşunuza gəlirsə, qurbandır sizə. Bu dəqiqədən siz onun sevgilisi, mən isə dostum olarsınız. Klara ağıllı qızdır. Mənim sözümdən çıxmaz. Tapşırıram sizə məhəbbət bağlar. Buna sözdür Əlimə xanım, yaxşı bilirsiniz ki, buraya mən kimin üçün gəlmişəm. Klara ancaq mənim bacım ola bilər. Rəsulovun sözlərindən şənlənən Həlimə dedi. Yaxşı, bu qədər zarafat etdiyi daha bəsdir. Buyurun stola. Böyük məmnuniyyətlə. Vallah, düzünü bilmək istəsəz, mən acından ölürəm. Həlimə xanım stol düzəltmək üçün mətbəxə keçdi. Əli Rəsulov isə Klaranın kim və nəçi olduğunu öyrənmək üçün onunla söhbətə başladı. Gündüz Klaragilin həyətində töhfə xala ilə söhbət zamanı kapitan Rəsulov Klaranın ayaqqabı artelində işlədiyini və hər gün səhərdən axşama qədər işdə olduğunu öyrənmişdi. Əli Rəsulov Klaranın doğrudan da işləyib işləməməsini bilmək üçün artelə zəng vurmuş, Klara adlı adamın heç bir vaxt burada qulluq etmədiyi haqqında məlumat almışdı. İndi divanda Klaranın yanında əyləşən Rəsulov özünü elə göstərdi ki, güya bu qıza vurulub. O Klaraya məhəbbət izah edici nəzərlərlə baxır, daxilində isə öz-özünə deyirdi. Deməli, Həlimə kimi Klara da yalançıdır. Onun da nəfəsi yalanla gedib gəlir. Klara qonşularına arteldə işlədiyini deyib. Özü də bütün gün evdə olmur. Bəs o vaxtını haralarda keçirir, nə işlə məşğul olur, kimlərlə oturub durur. Bunları mütləq yoxlamaq lazımdır. Klara kapitan Rəsulovun onu diqqətlə nəzərdən keçirdiyini görüb, utancaqlıqla başını aşağı saldı. Titrək səslə soruşdu. Nə üçün mənə bu cür baxırsınız? Xoşuma gəlirsiniz, Klara, çox məlahətlisiniz.
Doğru deyirsiniz? Bəli, bu həqiqətən belədir. Sizə bir yaxşılıq etmək qulluğunuzda olmaq istəyirəm. Qulluq sahibi olasınız. Siz bir yerdə işləyirsiniz. Xeyr, bezrabotnayam. Köhnə işimdən ixtisara saldılar. İndi 5 aydır ki, avara gəzirəm. Özümə münasib bir iş tapa bilmirəm. Bəs qabaqlar harda işləyirdiniz? Dəmir yolunda Bakı-Moskva qatarının restoran vaqonunda bufet çəkirdim. Yolda mərdimazarın birinə rast gəldim. 5-10 qram bəhanə edib akt yazdı. Əvvəlcə əmək qanununun 47-ci maddəsi ilə əmr verib işdən çıxarmaq istədilər. Sonra yazdıqları gəlib ixtisara saldılar. Rəsulov dik Klaranın üzünə baxıb soruşdu. Bəs Söhbə xala deyir ki, siz ayaqqabı artelində işləyirsiniz. Klara tutuldu. Ancaq hazır cavab olduğundan dərhal dedi. Səhv edir. O vəbşə biraz ağıldan kəmdir. Mən artelə girmək istəyirdim, ancaq çəkməçi sənətini bilmədiyimdən götürmədilər. Siz nə kimi iş istəyirsiniz? Mənim kimi şən həyata alışmış qızlar nə kimi iş arzulaya bilər? Həm yüngül olsun, həm də pullu. Kömək edərsiniz? Çalışaram. Kapitan Rəsulov Klaranı sınamaq, bu iki qadının bir-birinə nə qədər sədaqətli olmasını yoxlamaq istədi. Səsini yenə alçaldaraq pıçıltı ilə soruşdu. Klara xanım, sizinlə başqa yerdə təklikdə görüşüb söhbət etmək olar? Əlbəttə olar, ancaq gərək Həlimə bilməsin, yoxsa dədəmi dalma sarıyar. Bəs nə vaxt və harda? Klara tələsik soruşdu. Görüşməyə yeriniz var? Xeyr. Onda sabah yox, o birisi gün istədiyiniz vaxt gündüz buraya gəlin. Bəs Həlimə bundan xəbər tutmaz? Yox əşi, o gündüzlər işdə olur. Bəs açar? Otağın açarlarından biri məndədir. Onda zəngləşərik. Telefon nömrənizi mənə verərsiniz? Bu an Həlimə mətbəxdən Klaranı səslədi. Kapitan Rəsulov öz-özünə, gör dünyada nə qədər pozğun qadınlar varmış. Çəkməslən Əbdül doğru deyirmiş. Bunlardan hər nə desən çıxar. Yəqin müxbirin evində bunlar uğurlamışlar. Klara bütün günü avara gəzir. Evin bir açarını da cibində gəzdirir. Bəlkə evi öz aşnalarının köməyi ilə Klara uğurladı. Mən necə edim ki, xəbərlər olmadan bu iki qadının barmaqlarının izlərini əldə edim, dedi. Bu zaman Rəsulov gözləri yenə divanın yanında divardakı qan ləkəsini sataşdı. O ayağa qalxıb divana yaxınlaşdı. Divanın üstündə də qan ləkəsi olub olmamasını yoxlamağa başladı. Rəsulova elə gəldi ki, divanın sol tərəfindən xeyli hissəsi qana batıb, sonra yuyulub. Diqqətlə baxdıqca Rəsulov divanın küncünü güclə nəzərə çarpacaq daha 3-4 kiçik qan ləkəsi gördü. O özünü yoxlamaq üçün tez cibindən kiçik bir zərrəbin şüşəsi çıxardıb divanın küncünə baxdı. Heç bir şübhə yoxdur, bunlar tünd qəhvəyi qan ləkəsi idi. Bu qan ləkəsinin buraya necə düşdüyünü, onların nə kimi hadisənin şahidi olduğu haqqında fikirləşən Rəsulov təzəcə öz yerinə qayıtmışdı ki, qapı açıldı. Əlində məcmuə tutan Həlimə içəri girdi. Qızardılmış qutab, səliqə ilə doğranmış turşu xiyar, sirkəyə qoyulmuş sarımsaqlı badımcan boşqablarını, qızılı zərlə işlənmiş piyalələri stolun üstünə düzdü. Klara isə Rəsulovun almış olduğu çaxır və şampanski ilə bərabər 2 araq və konyak butulkası gətirdi. Əvvəlcə qonağın, sonra da ev sahibinin, daha sonra Klaranın sağlığına badə qaldırıldı. Özünü şən göstərməyə çalışan Əli Rəsulov məmnuniyyətlə içir, iştaha ilə yeyir, tez-tez zarafat edir, məzəli lətifələr söyləyirdi. Həlimə dostluq və sədaqət naminə badə qaldırıb içdikdən sonra Rəsulov onun çeçilə barmağındakı sarı ləkəni göstərib soruşdu. Barmağınıza nə olub Həlimə xanım? Nicarən qalma qadası axmaq işdir. Bunun üstündə bugün 1 saat işdən əvvəl olmuşam. Xeyli qazancdan qalmışam. Axı nə olub? Kimsiz incidir? Həkimlər. Bilirsiniz, ticarət işçiləri gərək sağlam olsunlar. Ona görə də həkimlər tez-tez bizi komissiyadan keçirdilər. Rentgenə sarılar, qana baxırlar. Bugün yenə də qanımızı yoxlayırdılar. Klara söhbəti dəyişdirdi. Əli qardaş, Həlimə mənə dedi ki, siz qış gecəsi romanını oxumaq istəyirsiniz. Mən o kitabı sizin üçün gətirmişəm. Çox sağ olun. Verin baxım. Klara piyanonun üstündən kitabı götürüb qonağa uzatdı. Rəsulov romanı vərəqlədi. Kitab müxbir Dadaşovun evə oğurlanan gün Lenin adına kitabxanadan alınmışdı. Rəsulov Lenin adına kitabxanada olmuş və Həlimənin həmin kitabxanaya üzv olmadığını öyrənmişdi. Deməli, Rəsulov gözündən pərdə asmaq üçün romanın Həlimənin xahişi ilə kitabxanadan ya Klara ya da ki başqa adam almışdı. Görəsən, Həlimə nə üçün romanı kitabxanadan aldırıb? Şübhə yoxdur ki, indi də Klara Həlimənin tapşırığı ilə kitabdan söhbət salıb romanı mənə verdi. Axı nə üçün? Onlar bu kitabla nəyi, hansı bir cinayəti gizlətmək istəyirlər? Bütün bunları fikrindən keçən Rəsulov kitabı geri qaytararaq dedi. Hörmətiniz artıq olsun, Klara xanım. Təəssüf ki, indi roman oxumağa vaxtım yoxdur. Sonra verərsiniz, oxuyaram. Rəsulov ayağa qalxıb aynanın qabağına gəldi. Başını darayıb divanın üstündə oturdu. Qızlar, gəlin burada əyləşin, biraz söhbət edək, dedi.
Onlar divanda Rəsulovun yanında əyləşən zaman o sağa əyilib ayaqqabısının ipini bağlamağa başladı. Gözlənilmədən "Həlimə xanım, bu nədir?" deyə soruşdu və divarı göstərdi. "Nə olub məgər?" deyə Həlimə etinasızlıqla soruşdu. "Burada qan ləkəsi var." "Necə qan?" deyə Həlimə boğuq səslə soruşdu. Üzü qar kimi ağardı, dili tutuldu. Heç nə başa düşməyən Klara rəfiqəsinin qolundan tutdu. Həlimə özündən getdi. O titrəyir, sinəsi tez-tez qalxıb düşür, nəfəsi kəsilirdi. Rəsulovla Klara köməkləşib Həliməni ayıltdılar. O bir stəkan su içib özünə gəldi. Həlimədə bayaqki gözəllikdən əsər əlamət qalmamışdı. Onun rəngi saralmış, səliqə ilə daradığı saçı açılıb pərişan halda çiyinlərinə dağılmışdı. Rəsulov güzbəla ilə üzündəki nifrəti gizlədərək nəvazişlə Həliməyə baxdı. Nigaran qaldığını gizlətmədən həyəcanla soruşdu. "Sizə nə oldu Həlimə xanım? Bilsəydim ki, sualımla sizə bu qədər əziyyət verəcəm, bu andıra qalmış qan ləkəsini göstərməzdim." İndi bu dəqiqə Həlimənin cavabı Rəsulov üçün su və hava qədər lazımdır. Bu cavabdan çox şey asılı idi. Əgər Həlimə ləkənin öz qanı olduğunu bildirsə, deməli o yenə yalan danışıb. Burada, bu divanın üstündə baş vermiş bir hadisəni, bəlkə də cinayəti gizlətmək istəyəcəkdi. Məgər kitab məsələsi də Həlimənin naməlum adamdan gizli məktub alması da bu qanla əlaqədar olaraq ürək keçmə və bir-birinə qırılmaz tellərlə bağlı olan böyük bir cinayətin izləri deyilmi? Bəli, mən əminəm ki, burada mütləq böyük bir cinayət baş verib. Belə olmasaydı, Həlimə bir dəqiqə içərisində bu qədər dəyişməz, huşunu itirməz, saralıb solmazdı. Burada neysə müəyyən bir sir var. Bu sirri necə öyrənməli? Həliməni hansı yollarla ifşa etməli? Bu necə cinayətdir? Görəsən, bu divarın üstündə kimi hadisə baş verib? Bütün bu fikirlər ildırım sürəti ilə kapitan Rəsulovun beynindən keçən zaman Həlimə dedi. "Əli qadası, sizin əziz canınız üçün Klara yaxşı bilir ki, mənim ürək keçməm var. 3 gün bundan əvvəl divandan durarkən başım gicəlləndi, gözlərim qaraldı. Divanın üstünə yıxıldım. Yaxşı ki, Klara buradaydı, yoxsa ölmüşdüm. Gözümü açıb özümü qan içində gördüm. Üst başım, divar döşəmə hər yan qana batmışdı." Həlimə danışan zaman Rəsulov üzünü sağa döndərib ötərgə nəzər saldı. Klara heyrət dolu nəzərlərlə Həliməyə baxır, onun dediklərini təsdiq etmək haqqında belə düşünmürdü. Rəsulov Klaranın bu işdən xəbərsiz olduğunu başa düşdü. Həliməni şübhəyə salmamaq, daha doğrusu onu sakit etmək üçün dedi. "Ola bilər Həlimə xanım, yəqin çox işlədiyinizdən yorulmusunuz. Bütün günü günün altında qalmaq, ayaq üstündə alvar etmək asan iş deyil. Buna can davam gətirmək, sizin yerinizə başqası olsaydı, bir dəfə nədir, lap 10 dəfə yıxılardı." "Doğru buyursuz, qardaş. Həlimənin işi çox ağırdır," deyə Klara söhbətə qarışdı. Rəsulov yenə Həliməyə təskinlik verdi. "Həlimə xanım, özünüzdən müğayət olun. Vaxt tapıb kurorta gedin, bədəninizi müalicə edin. Dünyada can sağlığı hər şeydən əzizdir. İstəyirsinizsə mən lap sabah sizə putyovka tapa bilərəm." "Çox sağ olun qadası, minnətdaram. Ancaq mən bu tezlikdə kurorta getmək istəmirəm." "Nə üçün?" "Çünki pulum yoxdur. Mən sizə borc verərəm. İcazə versəniz putyovkanın və yolun pulunu sizə bəxş edərəm." Əli Rəsulov daha bir qədər düşündükdən sonra yerindən qalxıb İnturis mehmanxanasına tərəf addımladı. Fikrini dağıtmaq üçün mehmanxananın qarşısındakı mərkəzi əl oyunları stadionuna girdi. Gənclik illərini yada salaraq voleybolçuların yanına tamaşa etdi. Sonra bir taksi tutub Bakı Milis idarəsinə gəldi. Kapitan Rəsulov qapını açıb, dəhlizə çıxan kimi Həlimə yerindən sıçrayıb pəncərəyə tərəf qaçdı. Pərdəni qaldırıb küçəni nəzərdən keçirməyə, evdən çıxan Rəsulovun hərəkətlərinə göz qoymağa başladı. O, kapitanın hərəkətlərinə heç bir şübhəli şey görmədi. Dərsiz, qüssəsiz adamlar kimi şeylənə addımlayan Əli Rəsulov bir dəfə də olsun dönüb dala baxmadı. Küçədə heç kimlə görüşmədi. Hətta bir oğlanla Həlimənin evi qarşısına qol-qola gəzən Svetlana Spanovaya belə heç bir əhəmiyyət vermədi. Kapitan yalnız Svetlana ilə qarşılaşanda başını aşağı salıb özünə pıçıldadı. "Nə istidir?" Leytenant Spanova da Həlimə Gildə məclisin qızışdığını, bəlkə buraya başqa adamların gələ biləcəyini başa düşüb daha diqqətli olmağa qərar aldı. Qaşlarını çatmış Həlimə öz yerinə qayıtdı. Rəfiqəsinin onu diqqətlə nəzərdən keçirdiyini görüb özünü şən göstərməyə çalışdı. Klara təəccüblə rəfiqəsinə baxıb dedi. "Həlimə, əzizim, səndə nəsə bir sir var." "Axmaqlama Klara, yaxşı bilirsən ki, mənim səndən gizlin heç bir sirrim yoxdur, ola da bilməz." "Həlimə, mən uşaqlar deyiləm ki, Allaha şükür, mən də çörək ağzıma yeyirəm. Sən nəsə məndən gizlədirsən." "Dedim ki, gizlətmirəm, vəssalam, daha bu barədə danışmaq lazım deyil." "Nə üçün danışmayım? Səsimi almayıblar ki." "Klara, bu nədir? Gəmdə oturub gəmisilə dava eləyirsən?" "Mən dalaşmaq fikrində deyiləm. Gözlərindən görürəm ki, dərdlisən. Mən isə sənin ən yaxın adamın, bacınam. Buna görə də dərdində qalmaq istəyirəm." "Ay qız, mənim nə dərdim olacaq?"
Dərdin yoxsa Songüllər nə üçün həmişə qaşqabaqlı gəzirsən? Üzün bir dəqiqə belə gülmür. Sən qabaq belə deyildin. Bəs indi sənə nə olub? Doğrusu işim ağırdır. Yoruluram. Sənin işin həmişə ağır olub. Yorğunluq haqqında heç bir vaxt danışmamısan. Danışmamışam çünki dözmüşəm. İndi isə dözmək istəmirəm. Yalan deyirsən. Ay qız, zəli kimi nə məndən yapışıb əl çəkmək istəmirsən? Həlimə, mən qan məsələsini bilmək istəyirəm. Sənin yanında Rəsulova dedim ki, yıxılmışam, burnum qanayıb. Sən dedin, o da inandı, hə? Sən kapitan Rəsulova bir o qədər axmaq sayma. Nədənsə mənim ondan gözüm su içmir. Nahaq yerə. Birincisi odur ki, əli çox yaxşı oğlandır. Özü də mənə möhkəmcə vurulub. İkincisi, mənim nə bir qəbahət işim var ki, məndən şübhələnsin. Allaha şükür, oğru deyiləm, cibgir deyiləm. Yenə yalan deyirsən. Sən Rəsulovdan bərk qorxursan. Bunu mən də hiss eləmişəm, ancaq səbəbini bilmirəm. Ay qız, sən nə tərs adamsan? Mən tərs deyiləm Həlimə, gördüyümü danışıram. Sənə ürəyim yanır. Deyirəm, bəlkə mən sənə kömək edə bildim. Nə dərdim varsa, mənə de, bir çarə taparam. Özün yaxşı bilirsən ki, mən sir saxlayan adamam. Yanımda adamın başını kəsələr belə heç kimə xəbər vermərəm. Mənə daş ürəkli Klara deyirlər. Mənim heç bir dərdim zadım yoxdur. Yaxşısı budur ki, gəl bu gecə araq içib sərxoş olaq. Deyə Həlimə stəkanı ağzına kimi araqla doldurub bir göz qırpımında başına çəkdi. Həyatından şikayətləndi. Sonra özü belə hiss etmədən yuxuya getdi. Klara başını tollaya-tollaya rəfiqəsini soyundurdu. Onu yatağa uzadıb işığı söndürdü. Qapını daldan bağlayıb küçəyə çıxdı. Üz yuxarı evinə tərəf addımlamağa başladı. Fikirli-fikirli şəhərin küçələrini gəzən və daim Həlimə haqqında düşünən Klara gənclər meydanına çatıb taksiyə əyləşmək istəyəndə arxadan bir kişi səsi pıçıldadı. Cavan qız, dala dönüb baxma. Araz kinosuna qədər get. Kinonun qabağına duran maşına min. Başa düşdün? Bu Yadulla idi. Bu səsi yaxşı tanıyan Klara heç bir söz demədi, addımlarını sürətləndirərək Araz kinoteatrına tərəf getdi. Milis idarəsinə qayıdarkən yolda Rəsulov öz-özünə bir sürü suallar verdi. Görəsən qan məsələsi necə olacaq? Svetlana Həliməyə kağız verən oğlanın izinə düşə bilibmi? Həlimə kağızı kimə yazıb? Həlimənin cırıb zibil yeşinə atdığı kağızda nə yazıla bilərdi deyə öz-özünə bir sürü suallar verdi və suallarına cavab tapa bilməyib kabinetinə daxil oldu. Əli Rəsulov qapını bağlayıb seyfi açdı. Axşam çağı zibil yeşiyindən topladığı kağızları stolun üstünə yığdı. Həliməyə gələn məktubu tapmaq üçün bunları bir-bir nəzərdən keçirməyə başladı. Bu, xüsusi diqqətlik tələb edən çox əziyyətli iş idi. Hər bir cırılmış kağızı bərpa etmək üçün azı 1 saat vaxt sərf etmək lazım gəlirdi. Buna baxmayaraq, Rəsulov inadla işi davam etdirir, quraşdırdığı növbəti məktubun məzmunu ilə tanış olduqdan sonra onu bir tərəfə atır, Həliməyə gələn məktubu axtarırdı. Xeyli əziyyətdən sonra o, yeni bir kağız vərəqəsini bərpa etməyə müvəffəq oldu. Kağızda cəmi 5 kəlmə var idi. Bu gecə dəniz səyahətinə çıxaqmı? Şübhə yoxdur ki, bu Həliməyə gələn məktubu idi. Kağızın üstündə yağ ləkələri vardı. Deməli, Həlimə qutab satan yağlı əlləri ilə bu kağızdan yapışmışdı. Rəsulov yapışqanı götürüb ayrı-ayrı kağız parçalarını başqa bir kağıza yapışdırdı. Nəhayət gecədən 2 saat keçəndən sonra o Həliməyə gələn məktubu tamamilə bərpa etdi. Öz işindən razı olan adamlar kimi kağızı əlinə alıb diqqətlə nəzərdən keçirdi. Fikrən Həliməyə müraciət etdi. Deməli belə Həlimə xanım, yavaş-yavaş sənin fırıldaqlarının üstünü açırıq. Naməlum bir kişi səni dəniz səyahətinə dəvət edir. Sən isə dənizin fırtınalı olduğunu, kimdənsə qorxduğunu bildirərək səyahətdən boyun qaçırırsan. Səni hansı səyahətə dəvət edirlər Həlimə? Sən kimdən qorxursan? Yəqin ki, kapitan Rəsulovdan. Nə üçün? Nə üçün sən milis orqanlarından qorxursan? Çünki təqsirim var. Mən əminəm ki, sən böyük bir cinayətin iştirakçısısan. Bu cinayəti sənə məktub yazan, səni dəniz səyahətinə dəvət edən naməlum kişi işləyib. Sən indi sevinirsən, kapitan Rəsulov özünə dost sayıb, onun məşuqəsi olmağa can atırsan. Beləliklə gözdən pərdə asmağa, işlədiyin cinayətin üstünü örtməyə çalışırsan. Sən elə düşünürsən ki, bütün kişiləri, hətta milis işçilərini belə özünə məftun edib yoldan çıxara bilərsən. Ancaq səhv edirsən. Belə hərəkətinlə işlədiyin cinayətin üstünü ört-basır edə bilməyəcəksən. Əksinə, özünü daha tez ifşa edəcəksən. Həlimə ilə xəyalən söhbət zamanı kapitan Rəsulov yavaş-yavaş göz qapaqlarının necə örtüldüyündən, başının ağırlaşaraq qolları üzərinə düşdüyündən və özünü necə yoxladığından xəbər tutmadı. Sarı qalstuklunun izi. Öz iş üsuluna sadiq olan müstəntiq Nərmanov oğurluq üstündə məsuliyyətə cəlb edilən Vaqif Süleymonovu daha bir dəfə istintaq etdi. Müstəntiq bu dəfə də Vaqifi çaşdıra bilmədi. O müqəssir olduğunu boynuna almadı. İlk istintaqda verdiyi ifadəni olduğu kimi yenə də təsdiq etdi. Baş leytenant Nərmanov son çarəyə əl atdı. O əvvəlcə Vaqif Süleymonovun barmaqlarını bir-bir mürəkkəbə batırıb kağıza bastı.
Sonra müxbir Dadaşovun evindən oğurlanmış çamadanın içindəki şeyləri texniki ekspertizadan keçirdi. Lakin bu da istənilən nəticə vermədi. Şeylərin üstündəki izlər Vaqif Süleymanovun barmaq izlərinə tuş gəlmədi. Yalnız çamadanın üstünə Vaqifin barmaq izləri tapıldı. Bunu isə Vaqif lap əvvəldən inkar etmir, çamadanı dəhlizdən götürüb deyirdi. Axırda müstəntiq tənqi gəlib dedi. Vaqif, sən nə üçün inad edib öz işini ağırlaşdırırsan? Çamadan sənin əlində tutulub, şahid Həlimə Əlağa qızı səni həm müxbirin evində, həm də küçədə görüb. Prokuror da sənin həbsə alınmağın üçün sanksiya verib. Odur ki, təqsirini boynuna al. Sarı qalstuklu oğlanın adını de. Onsuz da gec-tez biz onu tutacağıq. Əgər sarı qalstuklu oğlanı sən ifşa etsən, işini yüngülləşdirərsən. Vətəndaş müstəntiq, mən demişəm, yenə də deyirəm, bu işdə mənim təqsirim yoxdur. Yaxşı Vaqif, indi mən səni sürücü ilə üzləşdirsəm, onda nə deyərsən? Hansı sürücü ilə? Mən heç bir sürücü tanımıram. Necə yəni hansı sürücü ilə? Tanımırsan ki, bir dənə sənin oğru yoldaşını, sarı qalstuklu oğlanı müxbirin evinə gətirmiş olan sürücünü deyirəm. Mən o evə maşınla gəlməmişəm. Yəni sən sürücü Qriqori Razumovu tanımırsan? Xeyr, tanımıram. Bu ad və soyadını birinci dəfədir ki, eşidirəm. Yaxşı, get. Birazdan səni sürücü ilə üzləşdirəcəm. Sürücü isə səni yaxşı tanıyır. Səninlə sarı qalstuklu oğlanı müxbirin evinə gətirdiyini boynuna alıb. Yəqin o da həyasız Həlimə ilə kimi böhtançıdır. Dediklərindən belə çıxır ki, bu dünyada səndən başqa hamı yalançı və böhtançıdır. Bircə sən düz adamsan. Mən ham haqqında danışmıram. Mən ancaq Həliməni deyirəm. Bu an telefon zəng vurdu. Danışan polkovnik İsayevin köməkçisi idi. Yoldaş baş leytenant, sizi rəis çağırır. Polkovnik İsayev tək deyildi. Mayor Rövşən Qarayev, kapitan Rəsulov və kiçik leytenant Rızayev polkovnikin qarşısındakı uzun stolun ətrafında əyləşmişdilər. Müstəntiq fərağat durub raport verdi. Yoldaş polkovnik, baş leytenant Nərimanov əmrinizə görə gəlib. Əyləşin baş leytenant, danışın görə Vaqif nə deyir? Heç nəyə boynunu almır. Deyir ki, təqsirim yoxdur. Həlimi mənə böhtan atır. Yaxşı, biz bunu yoxlayarıq. İndi arzumuz budur ki, bizim yanımızda sürücü Razumovu dindirəsən. Baş üstə. Polkovnik İsayev növbətçi zabitə zəng vurub sürücünün gətirilməsini tapşırdı. Bir neçə dəqiqədən sonra Qriqori Razumov içəri girdi. Otağa sakitlik çökdü. Qriqori Razumov tez-tez tərləyən, tövşüyə-tövşüyə nəfəs alan, dolğun bədənli bir kişi idi. O qapının ağzında duraraq çaşqınlıqla gah İsayevə, gah da Rəsulova baxır, əlindəki dəsmalla tez-tez alnının tərini silirdi. Müstəntiq yalan məlumat vermək məsuliyyəti haqqında sürücünü xəbərdar etdikdən və bir neçə əhəmiyyətsiz sual verib adını, soyadını, yaşını, vəzifəsini, partiya mənsubiyyətini, təhsilini protokola yazdıqdan sonra soruşdu. Deyin görə istirahət günü saat 2 ilə 3 arasında harda idiniz? Stadionda futbola baxırdım. Düz demirsiniz, sizi həmin vaxtda Qaradağlı küçəsinin tinində görmüşlər. Elə şey ola bilməz. Dedim ki, mən futbola getmişdim. Mən futbol azarkeşiyəm. Azarkeş isə oyun günü vaxtını başqa şeyə həsr etməz. Bu aksiomadır. Belə deyin. Deməli, sizin riyaziyyatdan da başınız çıxır. Düzdür, futbol azarkeşləri haqqında dedikləriniz doğrudan da aksiomadır. Sizin stadionda olmağınız isə teoremadır. Çünki siz həmin gün futbola baxmamısınız. Səhv edirsiniz, baxmışam. Siz doğrudan futbol azarkeşisiniz? Bəli, əsl azarkeşəm. Düz 5 ildir ki, bu xəstəliyə tutulmuşam. Deyin görə istirahət günü Neftçi komandası kiminlə oynayırdı? Kişinyovun Moldova komandası ilə. Oyun necə qutardı? 1-ə qarşı 3 hesabı ilə Bakılıların xeyrinə. Topları kim vurdu? Bilmirəm. Bəs siz necə futbol azarkeşisiniz ki, bu cür sadə şey bilmirsiniz? Mənim yaddaşım pisdir. Futbolçuların soyadı yadımda qalmır. Bəs oyunun birinci yarısı necə qutardı? Yadımda deyil. Çox təəssüf Razumov. Bu cavabınız bir daha sübut edir ki, siz yalan danışırsınız. Əgər siz futbolda olsaydı, suallarıma düzgün cavab verərdiniz. Mən düz deyirəm, futboldaydım. Bəs maşınınız qarajdaydı. Yenə də yalan danışırsınız. Buyurun, bu arayışı oxuyun. Arayışı sizi buraya gətirilən zaman qaraj rəisi verib. Burada göstərilib ki, siz həmin gün səhər saat 11-də qaraja gəlib maşına aparmısınız və onu gündüz saat 3-də qaytarmısınız. Futbola isə 4-də qutarıb. Mən özüm də futboldaydım. Sürücü bir qədər fikrə getdi. Baş leytenant Nərimanov onun yeni bir yalan uydurmasına imkan verməyərək dalbadal daha bir neçə sual verdi. Siz Qaradağlı küçəsində 136 nömrəli evin qabağında olmusunuz. Maşınınıza bir oğlan mindirmisiniz. Deyin görək siz həmin evə nə üçün gəlmişdiniz? O oğlan kimdir? Nə üçün bizi aldadıb stadiona getdiyinizi dediniz? Maşını qarajdan apardığınızı dandınız. Qriqori Razumov heyrətlə Nərimanovun üzünə baxdı. Tamamilə ifşa olunduğunu başa düşərək dedi. Doğrusunu bilmək istəyirsinizsə mən bir gün Xaltoraya getmişdim. Bura bax Razumov, mən belə görürəm ki, sizin nəfəsiniz yalanla gedib gəlir. Hər suala yalan bir cavab uydurursunuz deyə polkovnik İsayev sözə qarışdı.
Biz sizə yenə inanmırıq. Ətrafınıza baxın. Siz bu qədər adamı işdən ayırmısınız. Onların hamısı verilən suallara sizin dürüst cavabınızı gözləyir. Bəsdir, özünüzü bilməməzliyə vurmayın. Həmin gün Qaradağlı küçəsində bir cinayət baş verib. Bu məqsəd üçün sizin maşınınızdan istifadə olunub. Müstəntiqin verdiyi suallardan yəqin sizə aydın oldu ki, biz hər şeyi bilirik. Odur ki, vaxtımızı almayın. Verilən suallara düzgün cavab verin. Yaddan çıxarmayın ki, sizin gələcəyiniz suallara verəcəyiniz cavablardan asılıdır. Mən gizlətmirəm, doğrusunu deyirəm. İstirahət günü futbolda olmamışam, şəhərdə xaltur etmişəm. Yaxşı, deyin görək Qaradağlı küçəsində olmusunuzmu? Deyə Nərmanov istintaqı davam etdirdi. Qısa cavab verin, hə yaxud yox. Bəli, olmuşam. Oraya nə vaxt gəlmişdiniz? Gündüz saat 2-də. Nə məqsədlə? Mən Nizami kinoteatrın qabağından keçəndə bir nəfər əl edib maşını saxlatdırdı. Mən də onun avtomobili mindirib Qaradağlı küçəsinə gətirdim. Sarı qalstuklu stilyajlı oğlan idi, eləmi? Sürücü təəccüblə soruşdu. Siz bunu da bilirsiniz? Bəli, bunu da, hələ bundan başqa bir çox başqa şeylərə də. Daha sizə sözüm yoxdur. Belə çıxır ki, indiki zamanda gizli bir işi tutmaq olmaz. Bəli, olmaz. İndi deyin görə sarı qalstuklu oğlan kimdir, harda işləyir və nə sənətin sahibidir? Vallahi tanımıram, nə adını da sənətini bilirəm. Yenə yalan danışmağa başladınız. Vicdanım haqqı, bu dəfə düz deyirəm. Nərmanov diqqətlə sürücünün gözlərinə baxıb bu dəfə onun yalan danışmadığına əmin oldu. Yenə sual verdi. Yaxşı, tutalım ki, bu dəfə sizi inanırım. Bəs sonra nə oldu? Oğlan 136 nömrəli evin qarşısında avtomobili saxlatdırdı. Biraz gözləməyə xahiş etdim. Sonra mən onu 15-20 dəqiqə gözlədim. Sonra o qayıdıb avtomobilə mindi. Sirkin yanına sürməyə tapşırdı. Oğlan Qaradağlı küçəsində hansı evə girdi? 134 nömrəli yoxsa 136 nömrəli? Bu mənim çox yaxşı yadımdadır. O 136 nömrəli evə girdi. Küçə qapısında kiminlə görüşdü? Onu gözləyən vardımı? Mən başqa bir adam görmədim, ancaq mənə belə gəldi ki, pəncərədən bir qadın küçəyə baxdı, dərhal başını içəri çəkdi. Bu cavab kapitan Reslovu çox maraqlandırdı. O gülümsündü. Əvvəlcə mənalı nəzərlə polkovnik İsayevlə mayor Qarayevə baxdı. Sonra Razumova sual verdi. Deyin görək necə oldu ki, siz qadını gördünüz? Hava dumanlı idi. Mən yağış yağıb yağmayacağını bilmək üçün göyə baxdım. Elə bu an pəncərədən bir qadının boylandığını gördüm. Qadın dərhal geri çəkildi. Neçənci mərtəbədən? Yadımda deyil, ya 3-cü, ya da 4-cü. Kapitan Reslov təəccübləndiyini gizlətmədən soruşdu. 3-cü ya 4-cü? Ola bilməz. Bəlkə siz səhv edirsiniz. Bəlkə qadın 2-ci mərtəbədən baxarmış. Xatirimdə deyil, axı mən buna heç bir əhmiyyət vermədim. Bizim üçün isə bunun böyük əhmiyyəti var. Yaxşı-yaxşı fikirləşin, yadınıza salın. Qadın neçənci mərtəbədən baxırdı. Burada dürüst deyə bilmərəm, səhv etmək istəmirəm. Qaradağlı küçəsinə geçsək yadıma sala bilərəm. Çox gözəl, oraya gedirik. Siz mənə həmin pəncərəni göstərməlisiniz. Deyə kapitan Reslov yerindən qalxaraq Talib İsayev müraciət etdi. Yoldaş polkovnik, icazə verin şahiddən daha bir neçə şey soruşum. Soruşun. Razumov, qadının üzü, paltarı necə, yadınızdadırmı? Xeyr, mən onu ötərki gördüm. Yəni heç saçının rəngini də xatırlaya bilmirsiniz? Deyəsən qara idi. Mənim daha sualım yoxdur, deyə Rasulov yerində oturdu. Baş leytenant Nərmanov sorğunu davam etdirdi. Razumov, deyin görək sarı qastuklu oğlan evdən tək qayıtdı. Bəli, o tək idi, yaman tələsirdi. Evdən çıxanda əlində bir şey vardı mı? Bəli, qara rəngli çamadan vardı. Çamadan böyük idi. Xeyr, kiçik əl çamadanı təxminən patefon boyda olardı. Oğlanı hara apardınız? Əvvəlcə o dedi ki, Azərbaycan trikotaj fabrikinə apar, sonra da yolda fikrini dəyişib sirkin yanında maşından düşdü. Sizə nə qədər pul verdi? 2 manat. Sarı qastuklu oğlan haraya getdiyini gördünüz? Bəli, o sirkin qabağında 5 mərtəbəli binaya girdi. Sirkin qabağında 5 mərtəbəli bina var. Oğlan binalardan hansına girdi? Respublika Ticarət Müfəttişliyi yerləşən binaya. Mən maşını döndərib geri qayıdan zaman gördüm ki, oğlan darvazanı keçib həyətə girdi. Vaqif Süleymanovu tanıyırsınız? Xeyr. Sizin bütün bu dediklərinizi inanmaq olar? Vicdanıma and olsun. Bəs nə üçün əvvəlcə bizi aldatmağa çalışdınız? Stadionda olduğunuzu bildirdiniz. Ona görə ki, avtomobili qarajdan icazəsiz çıxarmışdım. Qorxurdum ki, pravamı alasınız. Ancaq sonra gördüm ki, düzünü deməsəm, siz mənim də xəbərim olmayan bir cinayətdə iştirak etdiyimi düşünə bilərsiniz. Müstəntiq Nərmanovun daha sürücüyə veriləcək bir sualı yoxdur. O sualıcı nəzərlərlə əvvəlcə Qarayeva, sonra İsayeva baxdı. Polkovnik dedi. Qoy dəhlizdə gözləsin. Razumov kabinetdən çıxdıqdan sonra polkovnik İsayev cinayət axtarış şöbəsinin rəisinə müraciət etdi. Yoldaş Qarayev, fikrinizi deyin.
Danışıqda tələsməyi sevməyən, hər bir cümləni düşündükdən sonra deyən və hər hansı bir məktubu yalnız diqqətlə oxuduqdan sonra imzalayan mayor Rövşən Qarayev bu dəfə də bir qədər düşündü. Sonra tələsmədən kəlmələri seçə-seçə dedi. Yoldaş polkovnik, mənə belə gəlir ki, sürücü yalan danışmır. Ancaq onun dediklərini bir daha yoxlamaq lazımdır. Qoy kapitan Rəsulov onunla məşğul olsun. Sürücü Qaradağlı küçəsində oğurluq zamanı qadının hansı pəncərədən baxdığını dürüst yadına salsa pis olmaz. Rəsulov haqlı olaraq Həlimədən şübhələnib. Bu qadının hərəkətləri mənim də xoşuma gəlmir. Onun naməlum adamla gizli məktublaşması, evinin divarındakı qan ləkələri xüsusilə şübhəlidir. Məncə həm Həlimənin, həm də rəfiqəsi Klaranın üzərində nəzarət gücləndirilməlidir. Kapitan Rəsulovu başqa işlərdən ayırmaq, tamamilə bu işə qoşmaq lazımdır. Baş leytenant Nərmanov isə qoy sürücü ilə Vaqif Süleymanovu üzləşdirsin. Hərçənd bundan bir şey çıxmayacaq, çünki mən əminəm ki, Razumovla Vaqif bir-birlərini qətiyyən tanımırlar. Ancaq ehtiyat igidin yaraşığıdır. Hər hansı bir ehtimala qarşı onları özləşdirmək lazımdır. Bəs sarı qalstuklu oğlanın axtarışını kimə tapşıraq? Kiçik leytenant Rızayevə. O hadisə ilə tanışdır. Kapitan Rəsulovun rəhbərliyi altında bu işə başlayıb. Qoy işi davam etdirsin. Oldu, mən razıyam. Bakı Milis İdarəsində belə bir şayə yayılmışdı ki, polkovnik İsayev irad tutan, balaca bir nöqsan üstündə əməkdaşa acıqlanan, onu tənbih edən adamdır. Həqiqətdə isə məsələ başqa cür idi. Daim intizamlı, səliqəli olan Talib İsayev hər bir işçiyə, hər bir tapşırığın yerinə yetirilməsinə tələbkarlıqla yanaşan adam idi. İsayev belə hesab edirdi ki, milis işçisi səliqə ilə geyinməli, üzünü təmiz qırxmalı, idarədə də, müəyyən bir tapşırıq yerinə yetirəndə də, ictimai həyatda da mədəni olmalı, öz davranışı ilə başqalarına nümunə göstərməlidir. Talib İsayev pintiliyin, tənbəlliyin və protokol yazılışında səliqəsizliyin ən qəddar düşməni idi. O papiros çəkməzdi, tütünlə maraqlının haqqında isə deyərdi ki, onlar iradəsiz adamlardır. Bədənlərini bilə-bilə zəhərləyirlər. Polkovnik İsayev hətta xətrini çox istədiyi zabitlərin nöqsanlarını üzünə deyir, intizamlı, tapşırığını yerinə yetirilməsini diqqətli olmağı tələb edirdi. İndi mayor Qarayevin tapşırığından sonra Əli Rəsulov sürücünü Qaradağlı küçəsinə aparmaq üçün çıxıb getməyə hazırlaşanda İsayev dedi: "Hara tələsirsən yoldaş Rəsulov, ayaq saxla, biraz söhbət edək." "Buyurun yoldaş polkovnik," deyə kapitan Rəsulov fərağat durdu. "Mən sizi dinləyirəm." "Əvvəlcə əyləş." Rəsulov qayıdıb öz yerində oturdu. Üzünü rəisə çevirib onu dinləməyə hazır olduğunu bildirdi. "Dəfələrlə sənə demişəm ki, tələsmə," deyə polkovnik İsayev sözə başladı. "Müxbirin evinin oğurlanması məsələsini tələsik öyrənmisən. İndi də tələsirsən. Dünən buraxdığın səhvləri bilmək istəmirsən. Buradan getdikdən sonra yenə də səhvlərə yol verəcəksən." Əli Rəsulov fikrən bütün əməliyyatı yadına salmağa, harda və necə səhv buraxdığını aydınlaşdırmağa səy etdi. Əməliyyatı qüsursuz yerinə yetirdiyini düşünüb dedi: "Yoldaş polkovnik, mən hansı səhvə yol vermişəm?" "Səhvə yox, yoldaş kapitan, səhvlərə. Məgər 1 deyir, 2 deyir. Mən hansını deyim?" "Səhvlərimi xatırlaya bilmirəm, yoldaş polkovnik." "Xatırlaya bilmirsən. De görüm müxbir Dadaşovun evinin oğurlanmasından neçə gün keçir?" 3 gün. "Bəs müxbir ezamiyyətdən nə vaxt qayıdacaq?" "Bilmirəm." "Əlbəttə bilmirsən. Sənin evini oğurlayıb sənə xəbər verməsələr yaxşı olar." "Aydındır, yoldaş polkovnik. Sən müxbirin evindən nə aparıldığını hələ dürüst bilmirsən. Bəs kimi gözləyirsən? İstəyirsən ki, sənin yerinə polkovnik İsayev yaxud mayor Qarayev müxbirə telegram vursunlar?" "Təqsirkaram yoldaş polkovnik. Bu əylə harasıdır? Sən müxbirin hara getdiyini belə bilmirsən. Halbuki operativ işçi bu cür sadə şeylə maraqlanmalıdır. Budur, burada baş leytenant Nərmanov əyləşib. O da səndən az səhv buraxmayıb. İstintaq apardığı halda müxbir Dadaşovla qətiyyən maraqlanmayıb. Əntiqə müstəntiqdir. Bunlar bir yana qalsın, sən müxbirin evinin oğurlandığını, onun işlədiyi redaksiyaya xəbər verməyə belə lazım bilməmsən." Kapitan Rəsulovla leytenant Nərmanov başlarını aşağı dikdilər. Polkovnik isə sözünə davam etdi. "Həliməyə gələn məktubu necə? Yoldaş Rəsulov ekspertə vermisənmi?" "Xeyr, məktub Nərmanovdadır." "Çox gözəl, çox pakizə. Bəlkə həmin kağız üzərində onu göndərən adamın barmaqlarının izləri var. Bunu yoxlamaq lazım deyil." "Lazımdır, yoldaş polkovnik. Mən hazırlaşırdım ki, siz tesbağa yerləşkinin sürəti ilə hazırlaşana dək cinayətkarlar öz işlərini görüb aradan çıxarlar. Siz özünüz mənə demişsiniz ki, Vaqif Süleymanovun oğru olmasına inanmırsınız. Bunu bir neçə dəfə kapitan Rəsulov da bildirib. İndi sualıma cavab verin, yoldaş baş leytenant. Deyin görün Vaqif Süleymanov kimdir?" Nərmanov sualı başa düşmədi. Buna görə də polkovnik İsayevin özü bu suala cavab verdi. "Hər şeydən əvvəl canlı insandır. Bir tərəfdən deyirsiniz Vaqif düz adamdır, digər tərəfdən isə iş açılaraq gətirib onu salırsınız barmaqlıq arasına.
Bizim başqa əlacımız yoxdur, yoldaş polkovnik. Sözümü kəsməyin, baş leytenant Nərmanov. Bu pis xasiyyətdir. Mən də bilirəm ki, o müvəqqəti həbs edilib. Ancaq siz kağızların, protokolların arxasında canlı adamın Vaqif Süleymanovun durduğunu unutmuşsunuz. Onun günahsızlığını sübut etmək, əsl cinayətkarları məsuliyyətə cəlb etmək üçün heç bir təşəbbüs göstərməmisiniz. Hətta müxbiri ezamiyyətdən çağırtdırmağa belə lazım bilməmsiz. Sonra polkovnik İsayev Rəsulova müraciət etdi. Bütün bu nöqsanlara Həliməyə məktub gətirmiş oğlanın izini itirildiyi də əlavə edilsə, gör nə qədər səhv olur. Leytenant Stepanovaya deyin ki, gözlərimə görünməsin. Ağasəlim adlanan oğlanı tapmayınca, onun kimlərlə əlaqə saxladığını aşkar etməyincə bu tərəflərə ayaq basmasın. Mayor Qarayev, indi siz özünüz hesablayın. Görün bir nə qədər səhv buraxılıb. Bütün bunlar təcrübəli, bacarıqlı və qabaqcıl operativ işçi sayılan kapitan Rəsulov üçün çox deyilmi? 3 gün ərzində bu qədər səhv buraxmaq olarmı? Bizim üçün ayıb deyilmi? Siz nə fikirdərsiniz? Bəlkə bütün zabitləri buraya yığıb hər ikinizə təşəkkür elan etməyimi gözləyirsiniz. Gedin. Daha mən sizin vaxtınızı almaq istəmirəm. Sabah buraxdığınız nöqsanları aradan qaldırdığınız haqqında şəxsən mənə məlumat verərsiniz. Baş üstə yoldaş polkovnik, əmr yerinə yetiriləcək, deyə Rəsulovla Nərmanov yerlərindən durub kabineti tərk etdilər. Alağotu. Kapitan Rəsulov getdikdən sonra Talib İsayev bir an xəyala daldı. Sonra hələ də kabinetdə sakit oturan mayor Qarayevə müraciət edib soruşdu. Rövşən, bilmirəm buzun bir Rəsulova nə olub? Qaballar çox diqqətli idi, indi isə. Yoldaş polkovnik, o indi də diqqətlidir, ancaq acığınız gəlməsin bir söz deyəcəm. De görək. Mənə belə gəlir ki, bugün siz çox hirslisiniz, ona görə də hər şeyə irad tutursunuz. Məncə heç bir əməliyyat işini tamamilə nöqsansız başa çatdırmaq olmaz. Mən kapitan Rəsulovu yaxşı başa düşürəm. Əlbəttə, o təcrübəlidir. Buna görə də başqalarına nisbətən daha çox diqqətli olmalıdır. Lakin son zamanlar Rəsulov tez-tez Quldur Yadullah haqqında düşündüyündən bəzi kiçik nöqsanlara yol verir ki, bunlar da məncə irad tutmağa dəyməz. Dəyər, mayor, dəyər. Mən irad tutmasam, zabitlərin ipini boş buraxsam, idarədə intizam pozular. Hər kəs istədiyini edər. Beləliklə də ictimai əsayişi pozanlarla mübarizə zəifləşər. Bütün bunlar doğrudur, yoldaş polkovnik. Ancaq siz bugün nə üçün bu qədər hissli olduğunuzun səbəbini mənə demədiniz. Axı biz dostuq. Səbəb çoxdur, Rövşən. Yəqin ki, Moskvada qızıl alverisi Rokotovun və başqalarının mühakiməsindən xəbərim var. Bugün səhər bu barədə Dövlət Təhlükəsizliyi Komitəsində mənimlə söhbət etdilər. Qızıl möhtəkirlərin istintaqından və məhkəməsinin gedişatından məlumdur ki, alverçilər xaricdən aldıqları qızıl və brilyantın çoxunu Bakıda, Tbilisidə, Yerevanda və Mahaçqalada satmışlar. Kimə satmışlar? Bakıda qızıl və brilyantı möhtəkərlikdən kim alıb? Evlərin künclərində, bağlarda bu qızılları yerə bastıran kimdir? Bəs nə üçün demirsən, Mayor Qarayev? Sualıma cavab ver. Mən nə bilim? Bax, görürsən, bilmirsən, Rövşən. İş orasındadır ki, mən də bilmirəm. Halbuki bunları biz bilməliyik. Axı, bunu bizdən tələb edəcəklər. Bir gün çağırıb soruşacaqlar. Deyəcəklər ki, axtarın bu adamları tapın. Biz isə çiyinlərimizi çəkib bilmirik deyəcəyik. Bəs bizdən soruşmazlar ki, ay polkovnik İsayev, ay Mayor Qarayev. Nə üçün bu böyüklükdə idarədə oturub havaya yerə maaş alırsınız? Qızıl möhtəkirlərini, fırıldaqçılıqla varlananları siz tanımırsınızsa biz kim tanıyacaq? Düzdür, yoldaş polkovnik. Təəssüf ki, biz indiyədək işimizin bu cəhətinə az fikir vermişik. Mən özüm də bilirəm ki, düzdür. Sən qulaq as, gör nə deyirəm. Bu məsələ Moskvada qızıl möhtəkirləri ifşa edilən vaxtdan məni düşündürür. Axı o zaman mərkəzi qəzetlərdə yazmışlar ki, həmin qızılların xeyli hissəsi Bakıda satılıb. Bu günlərdə yolumu Nizami küçəsindən salmışdım. Qəsdən qızıl mağazasına girdim, vitrinlərə nəzər saldım. Çox qiymətli müxtəlif mallar arasında 2 brilyant klon diqqətimi xüsusilə cəlb etdi. Gizlətmək nə lazım? Hər iki brilyant çox gözəl və zərif işlənmiş klondur. Birinin qiyməti 4000 manatdır, ikincisinin isə 7000 manat. Mağazadan çıxarkən mən yol boyu həmin klonlar haqqında düşündüm. Fikirləşdim ki, yəqin onlara ancaq çox maaş alanlar, yəni akademiklər, professorlar, ixtiraçılar, yazıcılar yaxud dəniz neft qazmaçıları ala bilərlər. Ancaq çox zaman əksinə olur. Belə malları ələyirə adamlar alırlar. Dünən təsadüfən yenə həmin mağazaya girdim. Dərhal klonlar olan vitrinə baxdım. Çox heyrətləndim. Düzünü bilmək istəsəm mən fikirləşirdim ki, bu klonları alan tapılmaz. Ancaq 4000 manatlıq klonun vitrində olmadığını görüb səhv etdiyimi başa düşdüm. Məni düşündürən də elə bu oldu. Dedim, görəsən o brilyant klonu kim aldı? Mağaza müdiri ilə söhbət etdim. Kim olduğumu ona bildirdim. Ordudan təxris olmuş zabitdir. Ona inanmaq olar. Dedi ki, həmin klonu sadə geyimli bir qadın alıb. Özü də necə alıb? Fikirləşmədən, götür-qoy eləmədən, bir neçə dəfə ölçüb biçmədən. Elə bil ki, o 4000 manatlıq deyil, adi bir şey alırmış.
Buradan belə bir qərara gəldim ki, yəqin həmin qadın brilyant klonu özü üçün almayıb. Əgər belədirsə, nə üçün başqa bir adam klonu almağa özü gəlməyib, bu qadını göndərib? Deməli, o düz adam deyil, ələyridir, oğrudur ya da müftəxordur. İndi fikriniz nədir, yoldaş polkovnik, deyə Qarayev soruşdu. Əlbəttə, bu oğurluğu sübut etmək lazımdır. Ancaq biz 4000 manatlıq klon olan qadını əldən buraxdıq. Bu birisini isə əldən buraxmaq olmaz. İstəyirəm öyrənim görüm 7000 manatlıq brilyant klonu kim alacaq? Bundan asan nə var? Mağaza müdirindən xahiş edib klonu alanın kim olduğunu öyrənsin. Talib İsayev hisslə köməkçisinə baxıb dedi. Heç belə şey olar. Mağaza müdiri bunu necə öyrənsin? Əvvəlcə alıcıların tərcümə hallarını soruşsun, sonra da malı satsın, eləmi? Xeyr, mən elə demədim. Bəs necə? Qoy mağaza müdiri təkcə həmin brilyantı alan adamın kim olduğunu öyrənsin. Belə olsa, həmin ələyri adam duyuq düşər, şübhələndiyi üçün çıxıb gedər. Daha heç kim həmin brilyantı yaxın düşməz. Bəs nə etməli? Məncə mağaza müdiri əksinə hərəkət etməlidir. Müdir də satıcılar da özlərini elə aparmalıdırlar ki, güya brilyantı kimin alacağı onları qətiyyən maraqlandırmır. Yalnız alıcı brilyantın pulunu kassaya verdikdən sonra mağaza müdiri həmin adam haqqında bizə məlumat verməlidir. Yoldaş polkovnik, gəlin işçilərimizdən birinin müvəqqəti olaraq həmin zərgərlik mağazasına satıcı göndərək. Rövşən, bu tədbir də qəbul edilə bilməz. Zərgərlik mağazaların satdıqları göz qabağındadır. Hamı, yəni demək istəyirəm ki, buralara tez-tez gəlib qızıl-gümüşlə maraqlanan adamlar onları yaxşı tanıyırlar. Təzə satıcı dərhal gözə sataşar, şübhə doğura bilər. Kim bilir, bəlkə elə mağazalardakı satıcılardan biri və ikisi ilə ələyri adamlarla əlbirdir. Təzə satıcının gəlməsi onları şübhələndirə bilməzmi? Yoldaş polkovnik, həmin mağazanı daim nəzarət altında saxlamaq necə yaxşı nəticə verər? Yox, Rövşən, mən sənin bu təklifi ilə də razılaşa bilmərəm. Nə üçün? Çünki 7000 manatlıq brilyant klonu almaq istəyən adam əgər ələylidirsə, birdən-birə gəlib bu pulu kassaya verməyəcək. O dəfələrlə buraya gəlib, mağazadakı bir çox qiymətsiz şeylərlə maraqlanacaq. Həmin klona isə qətiyyən əhəmiyyət verməyəcək. Şübhə doğurmayan bir şey olduqda, yəni tamamilə arxayanlaşdıqdan sonra o brilyantı alacaq. Başqa bir adamın daim mağazada olması isə tez gözə çarpa bilər. Mən belə bir təklif edirəm. Həmin mağazanın yaxınlığında milis şöbəsinin müvəkkil məntəqəsi yerləşir. Qoy bir işçi daim orada növbədə olsun. Brilyant klon satıldıqda direktor dərhal ona zəng vursun. Vəssalam. Oldu, yoldaş polkovnik. Mən bu işi öz öhdəmə götürürəm. Yaxşı, Rövşən, get. Ancaq brilyant klonu gözdən qoyma. Arxayın olun. Mayor Qarayev kabineti tərk etdikdən sonra gözlənilmədən Respublika İctimai Sahişi Mühafizə Naziri Xəlilov buraya gəldi. General Xəlilov Sovet ordusunun adlı sanlı komandirlərindən biri idi. O, oradan tərxis edildikdən sonra nazir vəzifəsinə keçmişdi. Uzun müddət Sovet ordusu sıralarında xidmət etməsi Nazir Xəlilovu sadəliyə, təvazökarlığa öyrətmişdi. Xəlilov kabinetində oturmağı bir o qədər sevmir, çox zaman yerlərdə özü dediyi kimi işin içində olur. Bu və ya başqa məsələni yerindəcə operativ surətdə həll edirdi. Xəlilov şəhər milis idarəsi rəisinin tutqun olduğunu görüb soruşdu. Nə olub, yoldaş polkovnik? Qaşqabağınızı nə üçün sallamısınız? Yoldaş general, qızıl məsələsi məni çox düşündürür. Bu çox ciddi məsələdir. Bu sahədə çox işləmək lazımdır. Gərək bu günlərdə həmin məsələ haqqında xüsusi müşavirə keçirək. Kollegiyanın bu barədə xüsusi planları var. Biz də bəzi planlar hazırlamışıq, yoldaş general, deyə Talib İsayev brilyant klon məsələsini Xəlilova danışdı. Yaxşı tədbirdir. Danış görək şəhərdə daha nə var? Salamatlıqdır. Bəli, Yadullu itəndən sakitlikdir. Onda özünüzü gözləyin, Yadulla qayıdır. O hardaydı? İndicə məlumat almışam. Yadulla Rostovda imiş. Bir həftə bundan əvvəl onu Rostovun yaxınlığında görmüşlər. O biz düşündüyümüzdən də təcrübəli və bacarıqlı imiş. Onun Kuşşovka stansiyasında vaqonun döşəməsini söküb qaçdığı, taksiyə minib Novobayatsk kəndinə Grigori Dosenko adlı birisinin evindən getdiyi aşkar edilib. Yoxlama zamanı aydın olub ki, Novobayatsk kəndinə Dosenko soyadlı adam yaşamır. Yadulla sürücünü aldatmaq və öz izini itirmək üçün rastına çıxan ilk evin qarşısında avtomobili saxlatıb və Grigori Dosenkonun evinə gedəcəyini bildirib. Hətta sürücü kəndi Yadullanın qapını döyüb Grigorini çağırdığını belə eşidib. Onun həyətə girdiyini öz gözlərlə görüb. Həmin gün səhərə yaxın Yadulla bir balıqçı oğlanın qayığına minərək Don çayını keçib. Sonra o Kiyevdə olub. Yadullanın izi Kiyevdə itib. Biz Yadullanı qarşılamağa hazırıq, yoldaş general. Aeroportda, limanda, vağzalda nəzarət altına alıb. Yadullanın şəkli bütün milis işçilərində var. Bütün bunlar öz yerində, yoldaş polkovnik. Mən sizin nəzərinizə başqa şey çatdırmaq istəyirəm. Məsələ burasındadır ki, Quldur Yadulla vaqonun döşəməsini film bıçağı ilə söküb. Çox maraqlıdır, yoldaş general. Həbsxanada quldur bıçağı hardan alıb? Siz bilərsiniz. Bunu nə üçün mən bilməliyəm, yoldaş general? Nazir narazı tərzdə dedi.
Bəli, yoldaş polkovnik, bunu birsiz, bir də ki, İstintaq həbsxanasının rəisi podpolkovnik Şevtsov bilməlidir. İkinizdən biriniz bıçağı Quldur Yadullahın əlinə vermisiniz. Demişsiniz ki, buyur Yadullah, al bu bıçağı, vaqonun döşəməsini söküb qaç, sonra gəl düş bu şəhərin canına, istədiyin adamı öldür. Yoldaş nazir, bəsdir yoldaş polkovnik, mən artıq 5 ildir ki nazirəm. Bunun mətləbə dəxli yoxdur. Mən podpolkovnik Şevtsova da demişəm, sizə də deyirəm, mütləq bıçaq məsələsini öyrənin. Belə də biabırçılıq olar. Yəqindir ki, bıçağı Yadullaya ya həbsxanadan ya da ki, məhkəmə salonunda ötürmüşlər. Bunu mütləq öyrənmək lazımdır. Oldu yoldaş general. Bir qədər sakitləşən general daha bir neçə məsələ ilə maraqlananda axırda dedi. Sovet milis orqanlarının 40 illik yubileyi yaxınlaşır. Biz bu bayrama alın-açıq gəlməliyik. Gərək bir dənə də üstü açılmamış cinayət işi qalmasın. O vaxta qədər qızıl məsələsində, Yadulla məsələsində həll etmək lazımdır. Qabaqcılların siyasını hazırlayın. Qabaqcıl milis işçilərini orden və medallarla təltif etmək fikrindədirlər. Oldu yoldaş general, hazırlarıq. Az sonra Talib İsayevin kabinetində nazir İstintaq həbsxanasının müdiri podpolkovnik Viktor Vasilyeviç Şevtsov əvəz etdi. O milis idarəsinin rəisinə hörmətlə salam verdi. Hal-əhval soruşdu. Ancaq Talib İsayev onu çox soyuq qarşıladı. Podpolkovnik Şevtsov təəccüblə soruşdu. Yoldaş polkovnik, sizə nə olub? Mən sizdən küsməkdənsə siz məndən küsürsüz. Siz nə üçün məndən küsməlisiniz? Çünki həmişə gülərüzlü və hörmətçi olan milis rəisi indi özünü adi bir uşaq kimi aparır. Qonağa hörmət etmək etikası unudur. Viktor Vasilyeviç, küsməyim nə edim? Deyin görək həbsxanaya Yadullaya bıçağı kim verib? Mən də elə bu məsələyə görə bura gəlmişəm. İş burasındadır ki, həbsxanada heç kim ona bıçaq verə bilməz. Bəs nəzarətçilər? Mən onlara inanıram. Nə olsun ki, siz inanırsınız? Biz isə inanmırıq. Podpolkovnik Şevtsov etiraz etmək istərkən daxili qapı açıldı. İnqilabi Keşikdə qəzetinin redaktoru Arif Əliyev içəri daxil oldu. Bağışlayın yoldaş polkovnik, görürəm məşğulsuz, sizə mane oldum. Ancaq vacib məsələ var. Oturun, biraz gözləyin. Qoy podpolkovnik Şevtsovla mübahisəmizi qutaraq. Sizinlə söhbətimizi sonra edərik. Yaxşı oldu ki, gəldiniz. Gəlin, bizə bir işdə kömək edin. Bizim mübahisəmizin obyektiv münsifi olun. Nə barədə mübahisə edirsiniz, yoldaş polkovnik? Bir quldur barəsində. Həmin quldurda bıçaq olub. Mən deyirəm ki, bu bıçağı ona həbsxanada ötürmüşlər. Podpolkovnik Şevtsov isə buna etiraz edir. Yəni, Yadullanı deyirsiniz? Bəli, onu siz də tanıyırsınız. Niyə tanımırıq? Axı, biz bu barədə qəzetdə yazmışdıq. Redaktor Arif Əliyev çox bacarıqlı bir işçi idi. Milis işçiləri arasında belə bir şayə yayılmışdı ki, güya redaktorun hər bir milis şöbəsində öz gözləri, öz qulaqları var. Bu şayə səbəbsiz deyildi. Redaksiyada cəmi 5 nəfər əməkdaş işləyirdi. Ancaq bu kollektivi kiçik adlandırmaq olmazdı. Çünki Əliyev öz işində təkcə redaksiya kollektivinə deyil, əsas etibarilə milis fəallarına arxalanırdı. Əliyevin qızğın təşkilatçılıq fəaliyyəti nəticəsində milis şöbələrində böyük ştatdan kənar müxbirlər kollektivi yaradılmışdı. Onlar qəzetin işində həvəslə iştirak edir, redaksiyaya qabaqcıl iş təcrübəsindən yazır, nöqsanları kəskin tənqid etməkdən çəkinmirdilər. Çox zaman belə hallar olurdu ki, bu və ya başqa nöqsan haqqında məlumat milis idarəsi rəhbərlərinə çatmamış redaksiya dərhal bundan xəbər tutur, ya tənqidi məqalə ilə çıxış edir, ya da həmin nöqsanı aradan qaldırmaq üçün idarə rəisi qarşısında məsələ qaldırırdı. Bu gün redaktor Əliyevi polkovnik İsayevin kabinetinə gətirən də elə bu hal idi. Redaksiyaya gələn bir müxbir məktubunda ştatdan kənar müxbir xəbər vermişdi ki, Serjant Salman Neftəliyev milis işçisi adını ləkələyir, tez-tez sərxoş olur, dustaqlarla dostdaşına kimi rəftar edir, gizlincə onlara kağız ötürür. Hətta güya məhkəmədən sonra Quldur Yadullaya bir çörək də verib. Çörəyin içində isə fin bıçağı varmış. Redaktor Əliyev müxbir məktubunda yazılanların hamısı polkovnik İsayev ilə podpolkovnik Şevtsova danışdı. Hirs polkovnik İsayevin başına vurub. O qəbahət işləmiş bir adam kimi utancaqlıqla soruşdu. Məktubu kim yazıb? Milis nəfəri Dayıyev. Sağ olun yoldaş mayor, bizə yaxşı kömək etdiniz, deyə polkovnik Talib İsayev ötərci Şevtsova baxdı. Həbsxana rəisinin öz yerində sakit əyləşdiyini görüb ona müraciət etdi. Viktor Vasilyeviç, sizi soyuq qarşılamağıma görə üzr istəyirəm. Deməli, təqsir bizim idarədir. Gərək məni bağışlayasınız. Bu nə sözdür, yoldaş polkovnik? Mən incimirəm. Axı hər ikimizin məqsədimiz birdir. Şükür ki, hər şey aydınlaşdı. Sağlıqla qalın. Mən gedirəm. Polkovnik İsayev milis işçisinin hər şeydən əvvəl təmizliyini qiymətləndirir. Sonra isə onun başqa keyfiyyətlərinə fikir verirdi. Buna görə də redaktor Əliyevin dedikləri polkovnik İsayevi çox qəmgin etdi. Elə bil ki, İsayevin başına bir vedrə qaynar su tökdülər. O, Əliyevə dedi. Yoldaş mayor, Salman Neftəliyevin hərəkəti nəinki onun işlədiyi mühafizə divizyonu üçün, hətta bütün milis idarəsi üçün böyük ləkədir. Mən belə hesab edirəm ki, müxbir Dayıyevin yazdıqları düzdür. Ancaq biz bu məktubu yoxlayarıq. Quldur Yadullaya doğrudan da bıçaq ötürülüb.
biz Salman Niftəliyevi mütləq məsuliyyətə cəlb edərik. Bir daha belə bir biabırçı hərəkətin baş verməməsi üçün lazımi tədbir görərik. Sonra polkovnik İsayev Nazir Xəlilova zəng vurdu. O generaldan heç bir şey gizlətmədi. Salman Niftəliyevin məsələsini ətraflı danışdı. Vicdan əzabı çəkdiyini bildirdi. Bu məsələ general Xəlilovu da əsəbləşdirdi. O dedi: Salman Niftəliyev təmiz məhsul arasındakı alaqotu kimi bir şeydir. Onu kəlmənlə vurub kəsməklə rahatlanmaq olmaz. Belə alaqotunu kökündən çıxarmaq lazımdır. Bu işdə yoldaş polkovnik, sizin də təqsiriniz var. Niftəliyevin məsələsi aydın surətdə göstərir ki, mühafizə divizionda intizamsızlıq hökm sürür. Nəzarət zəifdir. Kadrları seçmək və düzgün yerləşdirmək haqqında bir daha düşünmək lazımdır. Niftəliyev bütün milis işçiləri üçün qara bir ləkədir. Onu məsuliyyətə cəlb etməklə kifayətlənmək olmaz. Əmr etmək lazımdır ki, Niftəliyevi ifşa edən müxbir məktubu hər bir milis şöbəsində, hər bir hissədə müzakirə edilsin. Aydındır, yoldaş general. Bunun işi bitmir, yoldaş polkovnik. Milis işçiləri arasında siyasi tərbiyə işçilərinin gücləndirilməsinə də böyük diqqət yetirilməlidir. Onların dünya görüşünü genişləndirmək, təhsilini artırmaq, mədəniyyətini yüksəltmək haqqında düşünmək lazımdır. Oldu, yoldaş general. Çalışarıq ki, bir də belə nöqsana yol verməyək.